Salam dostlar, hər birinizi xoş gördük bizim Toyollar kanalında yeni maraqlı bir videoda dostlar. Yenidən qarşınızdayam. Ümid edirəm ki, bu videomuz təsərrüfatınızda, işinizə çox yarayacaq. Bugünkü videomuzun artıq mövzusundan da sizə məlumdur ki, bitlərə, birələrə qarşı mübarizə üsullarından birini göstərəcəm sizə. Əsasən təbii üsulu göstərəcəm dostlar sizə. Bu üsulla hinizdə olan bitlərə, birələrə qarşı effektiv mübarizə apara bilərsiniz. Bir neçə dəfə çəkmişəm, kanalımda paylaşmışam. İstəsəz keçid edib onlara da baxa bilərsiniz. Onu da deyim ki, kimyəvi üsullar da var bunun üçün. Həm toyuqları, həm toyuqların qaldıqları yeri, yəni hinlərinizi bu üsulla dezinfeksiya edə bilərsiniz. Amma hazırki bu üsul həqiqətən də keçmişdən günümüzə qədər öz aktuallığını qoruyub və hazırda da geniş istifadə olunan üsullardan biridir. Çox görürəm təsərrüfatlarda və mən də öz təsərrüfatımızda geniş istifadə edirəm. Hazırda isti yay günləridir, yay ayıdır və temperatur həddindən artıq yüksəkdir və bu şəraitdə bitin, birənin daha da çoxalmasına mühüm bir şərait yaradır. Deməli, üsulumuz, şimdi ocaq qalayacam hinlərimizdə, saman yığmışam hər iki hinimizə də. Toyuqların biraz qorxdular bu arada. Burada belə bir samanımız var. Çalışın, ehtiyatlı olun ilk öncə. Damı, hini yandırarsınız. Bu mənə də aiddir əlbəttə ki. Burada da belə bir samanımız var. İndi hər ikisini yandıracağım və toyuqlarımı əlbəttə ki, yenə buraxmıram. Və külündən də toyuqlarım üçün eşələnmələri üçün müəyyən yerlərə bu təkərlərin içinə əlavə edəcəm ki, toyuqlarım orada eşələnsinlər, belə öz bədənlərini də bitdən birədən külü ilə təmizləsinlər. Bu ocağımızın külü ilə əlbəttə ki. Dostlar, ocağımızı yandırmamışdan əvvəl kanalıma hələ də abunə deyilsənsə abunə ol. Fikirlərini rəy bölməsində mütləq şəkildə qeyd et. Çünki dostlar, onu deyim ki, kanalımızda videolarımızı gəlib izləyib gedənlər, abunə olmadan gedənlər çoxdur. Maraqlı videolar paylaşıram, təsərrüfatınızda işinizə yarayacaq videolar paylaşıram. Nə olar ki, elə izləyə-izləyə elə abunə olasan, fikrini rəy bölməsində qeyd edəsən. Əgər video xoşuna gələrsə, dostlarınıza da göndərməyi unutmayın. Birinci ocağımızı yandırmışıq. Hazırda yanır. Yavaş-yavaş da tüstüləyir. İndi bu hinimizin ağzını bağlayacağım. Həm içəridə ağcaqanadlar var, müəyyən həşəratlar var ki, zərər verici həşəratlar. Bitin birənin özü elə içəridə boğulsun, tüstü çölə çıxmasın çox. Hazırda biraz çölə də vurur. Buranı bağlayaraq keçək o biri hinimizə. Deməli dostlar, buradakı ocağımızı da yandırmışıq. Birazdan yavaş-yavaş dostlar, ocağımız boğulacaq və içərini tüstü ilə doldurmağa başlayacaq. Hazırda bilmirəm buradan görə bilirsiniz yoxsa yox. Tüstü çıxmağa başlayır. Tam yanandan sonra da belə tüstü vuracaq. İçəridə hazırda tüstümüz də var. Yaxşıdır. Bu dostlar həqiqətən də yaxşı üsuldur, effektiv üsuldur. Buranı da bağlayaq ki, tüstü çölə çıxmasın. Burada gözü görmür dostlar. Və bu arada ocağımız da sönür. Çünki demək olar ki, içərini oksigen girməyinə icazə vermirik çox da. Ocağımız dostlar sönür. Amma içəridə də göz görmür. Yandırmağa çalışdım. Dayanmaq olmur. Əgər mən dayana bilmirəmsə, yəqin ki, bit bir də dayana bilməz. Siz hansı üsullardan istifadə edirsiniz toyuqlarınızın hinlərini dezinfeksiya etmək üçün? Rəy bölməsində mütləq yazmağı unutmayın. Mən həm kimyəvi, həm də belə təbii üsullardan istifadə edirəm hazırda. Bəlkə aranızda müəyyən insanlar var ki, müəyyən təsərrüfat sahibləri var ki, bu üsuldan istifadə edir. Effektini rəy bölməsində qeyd etsin. İstifadə etməyənlər də inşallah ürəklənib istifadə edirlər. Çünki biraz təhlükəli metoddur, onu da deyim sizə. Mütləq qaydada diqqət mərkəzində olmalıdır ki, yəni başqa yeri yandırmayaq. Ördəklərimiz artıq dostlar böyüyüb. Onları da göstərim sizə. Buralar tamamilə tüstü dolub. Hazırda burada görmüş olduğunuz kimi bir serebilsimiz kürt yatır. Orada bir hinimizdə ördəyimiz kürt yatır.
Əlavə olaraq o biri damımızda da 2 toyuğumuz kürt yatır və bir toyuğumuz da kürt düşüb. Bu toyuğumuzdur. Cerebrisinin yanındakı divar tərəfdəki qarşısındakı zərri toyuğumuz. O da kürt düşüb. Hazırda onu oyatdım. Cüzələrimin də inkişafı qaydasında gedir dostlar. Gəlir yığılıblar bura. Cüzələrin sayını azaltmışdı çölə. Cüzələrin sayını azaltmışam. Necə azaltmışam? Orada hin tikmişəm. Bəzi cüzələrimizi ora aparmışam. Böyükləri əlbəttə ki. Şiirlərin hətlər yetilə bilməyəcəkləri cüzələri. İndi bunlar da biraz böyüdükcə çıxardacam çölə. Bu biri hinimizdə dostlar görürsünüz. Ocaq yanır. İçəridə tüstüdür. Bilmirəm tam yanıb, yanmayıb, tutarmayıb. Bu tam yanır. Şükürlər olsun ki az qalır. İçəridə amma gözü görmür. Keçək bu biri hinimizə. Burada vəziyyət necədir? Burada əməlli başlı tüstü dumandır. Burada məncə heç bir bit birə sağ qalmaz. Dediyim kimi dostlar, bu hinimizdəki ocağımız tamamilə yanıb söndü. Yandı, bitdi. Bu biri isə yanmaqda davam edir. Az-az yanır, belə deyək. Amma tüstülür, demək olar ki, bu da yekunlaşıb. Və içəridə həqiqətən də adam dayana bilməz. Çox, yəni nəfəs almaq olmur ümumiyyətlə. Əlbəttə ki, razı olarsınız mənimlə. Demək olar ki, burada elə güclü ocaq qalmır. İndi bunu birazdan oradakı göstərdiyim təkərin içine yığacam bu külləri. Toyuqlar orada özləri eşələnəcəklər. Dostlar, deməli, külümüzün bir hissəsini gətirib, bu çuxur var, tüstüləyir, həm yer. Ora tökmüşəm. Toyuqlar orada adətən eşələnirlər. Eşələndiyi yerlərdən biridir. Buradakı külümüzü isə bəzisini çəkdim, böyle görmüş olduğunuz kimi çəkmişəm özümə tərəf. Vedrənin köməyi ilə gətirib tökmüşəm. Burada bizim belə qabımız var, onun içərisinə. Burada gün ərzində eşələnəcəklər. Bayaq dediyim kimi bu toyuğumuz da kürt düşüb, özünə folluq axtarır yatmağa. Bunu da sabah inşallah yatıracam. Bugün birini yatırmışam, bir toyuğumuzu. Onu dedim ki, o toyuğumuz ikinci dəfədir kürt düşüb bu günləri. Onu da yatırdım inkubasiya dövrünə. Toyuqlarımda hələ ki problem yoxdur, hər şey qaydasındadır, sağlamlıqları öz yerindədir. Yumurta məhsuldarlıqları yaxşıdır. Yayın havanın isti olmağına baxmayaraq yumurta məhsuldarlıqları da qaydasındadır. Yumurtaları da götürürəm gündəlik. Yəni ətrafdan yumurta almırıq. Toyuqlarla bağlı hələ ki bir problemimiz yoxdur. Belə ümumiyyətlə üsullardan istifadə edərək toyuqların həm kimyəvi üsullar toyuqları biraz yoran üsullardır. Ona görə də çalışdığım qədər təbii üsullardan istifadə edirəm. Kanalıma daxil olub baxsanız orada müxtəlif üsullar var ki, təbii üsullardan əlbəttə ki söhbət gedir. Onları öz təsərrüfatınızda istifadə etməklə daha yaxşı nəticələr əldə edə bilərsiniz dostlar. Bu üsullar həqiqətən də yəni toyuq xəstələnməyə qoymur bir sözlə. Həmişə hər videoda demək olar ki deyirəm, sağlam toyuqlar bizə yumurta verəcək. Əgər yumurta məhsuldarlığı zəifdirsə, ya o toyuq artıq yaşı keçib, qocadır və yaxud da ki xəstədir, müəyyən problemi var, yemdə problem ola bilər, hər hansı bir saxlanma şəraitində hinində problem ola bilər. Elə baxın bu adi bit birə toyuqları yorur, onları xəstəliklərə belə deyim, açıq hala gətirir. Onların xəstələnməyinə yol açır, vəsilə olur, səbəb olur. Gün ərzində artıq toyuqlarım bu küllə eşələnəcəklər, bu küldə eşələnəcəklər və özlərini də bitdən birədən arındırmış olacaqlar. Hər hində, hər təsərrüfatda bu problem var, bit birə var, amma onların belə deyim, çoxalmağına mümbit şərait yaratmaq lazım deyil. Əgər hini tez-tez təmizləmədikdə adətən bu problemlər daha geniş vüsət almağa başlayır. Yəni bit birə həmin hini ələ keçirmiş olur və toyuqların inkişafında maneələr yaradır. Bu da dostlar bizim biraz öncə yatırdığım toyuğumdur. Bu sezon ilk dəfə o kürt düşmüşdü və yenidən inkubasiya dövrünə yatıb. Burada da bir qara toyuğumuz var. Bunu da göstərim sizə. Bu da dostlar mənim cüzələrimdir. Hansı ki biraz digər cüzələrimdən böyüdülər.
Onları da bura gətirib yığmışam. Burada yaşıllığın içində həm sərin yerdir bura. Vəziyyətlərindən məncə məmnundular. Bir problem yoxdur. Həm yerləri dostlar sərindir, inkişafları üçün yaxşı şərait var. Ona görə də gətirdim bunları bura. Yenidən bir balaca bir hin yenə hazırlayacağım digər düzələrim üçün. Çünki toyuqlarım artıq küt düşür. Yay olsa da dostlar saxlamağa şəraitimiz olduğuna görə əslində isti yerdə düzə saxlamaq həqiqətən də əlverişsizdir, effektiv olmur. İnkişafı ləng gedir, nə qədər yesə belə istər-istəməz isti heyvanı yorur. Yəni inkişafı sürətlənmir, gecikir. Ona görə saxlamaq sərf etmir. Amma hazırda görürsünüz ki, bunlar yaxşıdırlar, vəziyyətləri, yaşıllıqlar, yəni ətraflarındadır, qidalanırlar. Buradan ördəklərimizə də yaxındır. İndi onları da göstərəcəm sizə. Heyf ki, keçən həftə 4 ördək balasını pişik yedi, pişik yapardı. Bu da yəni zərərvericilər həddindən artıq çoxdur. Bugünkü videomuzun mövzusu da zərərvericilər idi. Bu zərərvericinin qarşısını almaq olmur. Toyuqlarımın artıq bəziləri hində yerlərini alıblar. Orada hələ də tüstü var. Bəzi qorxmaz toyuqlarımız keçiriblər hinə. Özlərini tüstüyə də verirlər. Bəziləri isə sürünün daha çox hissəsi isə çöldədir. Görmüş olduğunuz kimi. Dostlar, videomuzu artıq burada yekunlaşdırıram. İzlədiyinizə görə təşəkkürümü bildirirəm. İnşallah yeni videolarda görüşərik. Belə üsullardan istifadə edərək toyuqlarınızın qarşısına qala bilərsiniz, onlara qulluq edə bilərsiniz. Ümid edirəm ki, video ürəyinizcə oldu. Fikirlərinizi rəy bölməsində yazın. Bir də mütləq abunə olmadan videonu yekunlaşdırmayın. Hələlik gələn görüşlərdə özünüzü qoruyun. Allah'a emanet olun.